Həqiqi də məcazidir. Məcazi. Məcazi mənada. Məcazi mənada nümunə görürük. Məcazi mənada məsələn qızıl əllər. Qızıl əllər. Qızıl əllər ola bilməzlər. Biz onu nə edirik? Məcazi mənada götürürük. Firuz, mənə də görürük homonimlər. Homonim misal ki görürüm mən. Homonim nədir? Misal da görürük. Yazılışı və deyilişi müxtəlif, mənaları eyni. Yox, yazılışı deyilişi eyni, yoxsa yazılışı deyilişi eyni, mənası fərqli olmalıdır. Yazılışı deyilişi, mənası məsələn nə görürük? Məsələn, aş sözünün homonimliyini görürük, iki mənalılığını görürük. Bir-birimiz Nəysə aşmaq. Nəysə aşmaq. qaz. Aysa. Biri var. Biri var neydi? Biri var. Aysa. Biri var. O. Təbii qaz. İstifadə edilmiş sözdə. Bir de başka olsun. Bir də var ki, aysa. El sözünün iki homonimliyi var. El söz var ki, 4 dənə homonimliyi var. İndi məsəl üçün dediyimizin 3 dənə homonimliyi var. Aysa, əliş. Sinonimlər nədir? Sinonimlər eyni hissəsi olur, yoxsa fərqli hissəsi olur? Eyni hissəsi olanlar da görürük ki, başqa hansılar eyni hissəsi olur? Başka da antonimler. Aysa, diğer sinonimlər də çox mənalı sözlər eyni olur, fərqli eyni olur. Bir də hansıdır? Həm fərqli ola bilər, həm eyni ola bilər. Homonimlər də aysa, həm eyni olur, həm fərqli olur. Eyni köklü ola bilər antonimlər, sinonim. Kökləri eyni ola bilər. Məsələn, ağıllı, ağılsız. Bunlar antonim sayılır. Xeyr, çünki kökləri eynidir. Buna görə deyə bilərik biz buna şəkilçisi fərqlidir deyə, şəkilçiyə görə bunlar anonim edilir. Bir şey deyə bilərik? Yox. Deyirik ki, kökləri eyni olduğu üçün bunlar antonim sayılırlar. Bəs, uşaqlar, başqa. Məsəl üçün deyirəm ki, çiğ yemək, bir də deyirəm ki, bişməmiş yemək. Bunlar, biz buna sinonim deyə bilərik olur. Hayır. Deyə bilmərik. Niyə? Çünkü eyni hissesi yok. Ay, sağ ol. Çiğ. Hansı hissəsi? Necə yemək? Çiğ yemək. Sifətdir. Bişməmiş yemək. Nə etməmiş yemək? Bişməmiş. Feildir. Feili sifətdir. Nitq hissələri fərqli olduğu üçün biz demişdik ki, onlar sinonim sayıla bilməz. Nitq hissələri sinonimində, antonimində eyni olmalıdır. Fərqli ola bilməz. Amma məsəl üçün, anonimliyin fərqli nitq hissəsi olmağına misal olaraq, məsəl üçün, qan sözü deyə bilərik. Uşaqlar, qan. Biri var, neysə qanmaq, başa düşmək mənasında feil kimi